Şumallılar sizə deyirəm, bax zeytun eşmədə budur, eləmin daş ərizə əzər, çəkiş ərizə əzər, kəlbətin o da ərizə əzər, bu çəkişlər yenə ərizə. Gəlin bura sizə deyim. Cəftəni budur taxtaya vurub, ondan gətirəcəksiniz, cəftəni pışla qoyacaqsınız bura, pışla qəşəng möhkəm bağlayacaqsınız buna. Buna bağlayandan sonra qəşəng nəmədir, bir dənə ona o tey dəstəsindən kəsəcəksiniz. Tey dəstəsini kəsəndən sonra budur yonacaqsınız bıçaqla. Ya qəmi ilə, indi qalıb əlində. Ondan abi majiklə, hətmən abi majiklə əlamət vurun, bir eldən deşin. Budur deşəcəksiniz, gətirəcəksiniz. Bunu qəşəng o taxtanın üstünə qoyacaqsınız ki, bıç buradan rədd olsun. Bunu mütməyin olun ki, o bıçı için istəyirsiniz bağlayasınız, oradan rədd olsun. Bunu biz sizə niyə belə eləyir? O tey dəstəsi patlamasın. Ona görə deşdi. Ondan sonra bunu budur rahat gətirəcəksiniz. Sən körezlə, burası qəşəng safaldacaqsınız gül kimi. Səliqə ilə, yəni əslən tələsməyəcəksiniz. Fəqət qədimçilər deyir ki, tələsən məqsədə yetişməz. Həmişə bir iş gördü, səliqəli gözlür, tırpırı olmayız. Ondan sonra bu cür amadə oldu. Amadə olandan sonra gətirəcəksiniz qəşəng zeytunu qoyacaqsınız qabağınıza 3-4-ün birdən bu cür vuracaqsınız. Bundan pərbərdə zeytun deyirlər, məsələn, turşu qoyacaqsınız. Axır sözüm budur, əlləriniz ağrımasın ki, mənim videolarıma baxırsınız. Mən Cahan olmuşam, təşəkkür edirəm hamımızdan, üzün himayət üzdən.